İzahlı test 83-cü hissə 5-ci sinif ingilis dili. Birinci sual. Choose a sentence with a noun in the plural. Cəm isim olan cümləni seçin. I have a nice dress. Burada dress sözü var, təkdədir, paltar mənasında. There are many bookshelves in the library. Burada bookshelves ismi var, cəmdədir. B bəndi doğru cavabdır. Ursi bəndlərə baxaq. Book burada si bəndində təkdədir. Do burada təkdədir. Doğru cavab B bəndidir. İkinci sual. Choose a correct preposition. It's impossible to live books. Mümkünsüzdür yaşamaq, kitab. Kitabsız yaşamaq mümkünsüzdür. Without olarsa siz söz şəkilsini verir. Without sözünü. 2 B bəndi doğru cavabdır. Üçüncü sual. Choose a correct pronoun. Is looking at the bookshelf. Burada görə is işlənir. Is üçüncü şəxsin təkində işlənir. İndiki davam edici zamanda Z ilə A işlənir, V ilə A işlənir, yo ilə A işlənir, he ilə isə is işlənir. He is looking at the bookshelf. O kitab rəfinə baxır. B bəndi doğru cavabdır. Dördüncü sual. Choose a line of adjective showing colors. Rəng bildirən sifətləri seçin. Baxaq burada C bəndində green yaşıldır, orange narıncı, yellow sarı. C bəndi doğru cavabdır. Beşinci sual. Choose a correct tense from look. Jack football in the playground. Bax, Jack meydançada futbol oynayır. Yəni indiki davam edici zamandadır cümlə. Jack üçüncü şəxsin təkindədir. Ondan A playing olmaz, is playing işlənməlidir. A bəndi doğru cavabdır. Altıncı sual. Choose a correct pronouns. Sister and often take books from the school library. Baxaq, his sister and her düz gəlmir. Her onun mənasını verir. Deməli, onun bacısı və onun mənasına görə doğru düz gəlmir. My sister and I often take books from the school library. Mənim bacım və mən tez-tez məktəb kitabxanasından kitab götürürük. B bəndi doğru cavabdır. O birisi bəndlər niyə olmaz? Her sister and us. Us bizə bizi mənasını verir və bu uyğun gəlmir. D bəndində him sister. Him sister demək olmaz. Him ona, onun mənasını verir. Doğru cavab B bəndidir.